Ustad aşığımız, şairimiz Aşıq Ələsgərin şeirlərinin hamısı bir hadisə ilə bağlıdır. Deyəcəyim bu şeiri yəqin ki, aşıqlarımız və söz həvəskarları yaxşı bilirlər. O dövrdə qız almaq, boşanmaq çətin bir məsələ imiş. Kimin ki, qızı ər evindən ata evinə qaydırmışsa, o qəbəhət sayılarmış. Qız tərəf mütləq boşayan tərəfdən intiqam alarmış. Bir gözəl qız balamızı da bulağın başından götürüb bir bəy oğlu qaçır. Qız çox gözəl imiş. Başqa istədiyi də varmış. Və indi gedəndən sonra qızı buraxmırlar. Ər evindən 3 ilmi, 4 ilmi, bilmir nə qədər davam edibsə orada qızı saxlayıblar. Könülsüz tikəni yemək olmaz deyərlər. Qız qayıdıb ata evinə. 5 gün, qısa deyirəm, 5 gün qalır, 3 gün qalır. Evin sahibi kişi soruşur ki, arvadından qızımız niyə qayıdıb gəlib deyə bilirsən də qızı oğlana könülsüz getmişdi. İndi qızı yola vermirlər, bir uşağı ilə qayıdıb gəlib. O vaxt adət beləymiş ki, deyərmiş ki, bala, sənin ər evindən ancaq meydin çıxar. Ölüncən orada qarmalısan. Kişi deyir, qızımızın fikrini örgən nədir? Deyir, qız qəti qərara gəlib ki, getməyəcək. O vaxtda sevmək, sevilmək, ət peyman bağlamaq, qoşulub qaçmaq könüllü. Həmişə bulağın başında olarmış. Deyir, qızımızın 2 yolu var. Biri bulağın başıdır, ölüm yeridir. Bir də ər evidir. Səhər tezdən kişi atı minir, qoşagüllərini götürür. Qızın sarı atın qabağına cığırla gedirlər bulaq tərəfə. Bulaq tərəfə yaxınlaşanda yol haçalanır. Bir yol gedir bulağın üstünə, bir yol gedir ər evinə. Qız ani fikirləşib bulaq tərəfə yönəlir. Nə qədər faciəli bir hadisə olsa da, nə qədər ata üçün ağır olsa da, o zamanın tələbinə uyğun qızın gülləliyir. Uşaq düşür qızın qucağından, gəlinin qucağından bulağın ətrafına. Bu zaman ustadlar, ustadı Aşıq Ələsgər səfərdən gəlir, toydan gəlir ki, yol gəlirmiş. Bulağın üstündə bir əyləşib, çörək yeməkmi, su içməkmi istəyər və gəlini görür. Məsələnin başa düşür, zamaniyə qarğış edir böyük ustad. Və oradan yazıb ki, gəlirdim, güzarım düşdü bulaqdan, Ovçu bələsindən maralı gördüm. Yatıb inildir, durub boylanır, bir neçə yerindən yaralı gördüm. Zalim ovçu onu alıb nişana, dəli ürəyini boyayıb qana. Çevrilir, qıvrılır o yan bu yana, bir kəsilirdi səbri, qərarı gördüm. Üzü döndü talihin də, baxdın da, əyləşmədi gəlinin taxtında, ömrünün gününün göçək vaxtında. Mən onu gül kimi saralı gördüm. Ələsgərəm, çaylar kimi çağlaram. Çalın çarpaz sinəm üstün dağlaram. Təbib olsam, həkim olsan yaralarım bağlaram. Ananı baladan aralı gördüm. Lənət elə zamaniyə, lənət elə dövrə ki, ata balasını öldürülmüş. İndi maşallah zamana dəyişib, amma indi alıb boşamaq ondan da çoxdur. Nəsə insanlarda qeyrət hissi biraz azalıb. Elə şeyi bu saat, nə bilim, heç kim vecil almır. Gündə bir qız alıb boşuyurlar, gündə bir qız boşanır. Bunda günahın hamısı telefondadır. Allah sana xalqımızı qorusun.